O günləri televizorda baxmağa nəsə axtararkən qabağıma bir çizgi film çıxdı. Bu çizgi film uşaqlıqda izlədiyim Prostokvashino idi. Hələ də diski evimizdə var və nə zaman görsəm məni yenidən aparır həmin illərə. Gördüyüm bu bölüm Prostokvashino'nun yeni il buraxılışı idi. Daha sonra isə nostalji hissi yenidən oyandığından digər çizgi filmlərə də baxmaq istədim. İndiki çizgi filmlərdən qat-qat daha yaxşı, keyfiyyətini itirməyən çizgi filmlərdir bunlar. O zamanların istiliyini, cana yaxınlığını, səmimiliyini hiss eləyirsən baxdığın zaman. Elə bunlara baxarkən də ağlıma bir fikir gəldi. Bəzi oyunlar vardır ki, yeni il ab-havasını, gözəl atmosferi və bölümləri ilə oyunçulara yaşadır. Nə zaman baxsan ürəyin açılır, gözlərin gülür. Ona görə də bu videoda sizə həmin bu hissi sözün əsl mənasında yaşada bilən 5 oyundan bəhs edəcəm. 5. Spider-Man Miles Morales. Miles yeni güclərini öyrəşməyə çalışır. Peter'ın köməyinə hər daim çatan, ancaq təcrübəsi az olduğundan işi bərbad edən biridir. Bir gün Peter MJ ilə tətilə çıxacağını deyir və New Yorku Miles'a təslim edir. Bu arada bu həyatımda gördüyüm ən mənasız hərəkətdir, amma hər nəysə. Miles geriyə qalan yeganə Spider-Man olaraq şəhəri, ailəsini və dostlarını qorumalı, edəcəyi hər bir addıma fikir verməlidir. Həmin bu güc dəyişimləri ilə başa çıxmalı olan Miles, şəhərə təhdid saçan Underground qrupu və Roxxon şirkətinin arasında qalacaqdır. Mənfi tərəflərdən danışsam çox şey danışaram. Amma bu icmal videosu olmadığına görə qısa şəkildə müsbətlərdən danışacağam. Gözəl yeni il havasında qarla bəzənmiş New York şəhərini gəzmək gözəldir. Oyunun açılışı və ilk oynanış qismləri də yaxşıdır. Zaten Spider-Man oyunlarının ən gözəl tərəfi də budur. Oyun sizi əsl super qəhrəman kimi hiss etdirməyi bacarır. Bu soyuq vaxtlarda oynayacaq oyunlar axtarırsınızsa, belə qısa, çıtır çərəzli, o zaman Spider-Man Miles Morales sizin üçün ideal bir oyun olacaq. 4. Batman Arkham Origins. Qaranlıq bir milad gecəsidir. Bruce Wayne'in hələ təzə Batman olduğu vaxtlardır. Lakin Gotham onu qəhrəman kimi qəbul eləmir. Sadəcə bir əfsanə imiş kimi düşünürlər. Polislərin gözündə Batman bir təhdiddir. Həmin bu milad gecəsi Black Mask Batman'in başına böyük bir mükafat qoyur. 50 milyon dollarlıq bu iş üçün ən təhlükəli 8 sui-qəsdçini çağırır Gotham'a. Bu sui-qəsdçilər arasında Deathstroke, Deathshot, Bane və bu kimi Batman'ə çətinlik yaşadacaq insanlar var. Ancaq Batman'in qarşısına çıxacaq yeganə adamlar bunlar deyil. İlk dəfə tanış olacağı manyak, sonraki addımı nədir bilmədiyimiz Joker'dir. Batman'i həm fiziki, həm də psixoloji sınaqlar gözləyir. Batman Arkham Origins tam yeni ildə oynanacaq oyundur. Milad gecəsində Gotham'ı gəzmək, qaranlıq küçələrdəki düşmənlərin ağzını, burnunu, çənəsini, qollarını, ayaqlarını, bədənlərindəki hər bir nahiyəni ağır vuruşlarla sındırmaq, amma yanlış anlamayın, təbii ki də öldürməmək şərti ilə sizi əsl Batman kimi hiss etdirəcək. 3. Bully. 2 dənə ardı-ardına süper qəhrəman oyunundan sonra bir dənə də Rockstar oyunu çəkmək istəyirəm. Bu arada niyə gözəl qarlı havanı əks etdirə bilən Red Dead Redemption 2 və ya digər qarlı bölgələrdə keçən oyunlar yoxdur deyə soruşsaz, bu sadaladığım oyunlarda yeni illə bağlı heç nə yoxdur. Əvvəldən də dediyim kimi, videoda sadaladığım oyunlar yeni il ab-havasını əks etdirən oyunlar olacaq. Yoxsa bundan qabaq Origins yerinə ondan da daha yaxşı olan Batman Arkham City'ndə deyə bilərdim. Çünki orada da qarlı havadır. Amma mövzumuz yeni illə bağlıdır, qarlı məkanlarla yox. Hər nəysə, nədən danışırdım? Bully. Jimmy Hopkins anası və atalığı tərəfindən Bulworth Akademiyaya göndərilir. Burada elit təbəqə və digər fərqli qruplaşmaların olduğunu görür. Jimmy həm bu qrupların bir-birlərinə etdikləri bulliliyi və zorakılığı azaltmağa, həm də məktəbdəki hər bir qrup, müəllimlər və müdirlə mübarizə etməyə çalışır. Bullini siyahıya qoyma səbəbim neçə il keçsə belə hələ də oynana bilməsidir. Kontrol baxımından bir çətinliyi yoxdur və mövzusu hələ də aktual və maraqlıdır. Təbii ki, qoyma səbəblərindən biri də qış bölümüdür. Bullinin qış bölümünə keçdiyimiz zaman oyunun atmosferi də tamam dəyişmiş olur. Görevlər, xəritə, yeni ilə özəl geyimlərin gəlməsi ilə bayramın hissini rahatlıqla ala bilirsiniz. Qarlı küçələri kaykay və ya velosipedlə gəzmək keyiflidir. Kaykayla maşından tutunub getmək də sizi filmdəymişsiniz kimi hiss etdirir. 2. Hogwarts Legacy. Təzəlikcə Epic Games-də pulsuz verilən Hogwarts Legacy çıxdığı il biraz qarışıq rəylər alsa da, bugünə baxdığımızda oyun artıq 40 milyon satışı keçib. Oyun Harry Potter filmlərindəki əsas hadisələrdən 100 il öncəsini danışır. Filmlər və kitablardan fərqli olaraq biz 5-ci kursdan dərslərə başlayırıq. Əsas problemimiz isə qədim və sehirlə bağlı qabiliyyətə sahib olmağımızdır. 1800-cü illərdə keçən bu sehirbazlar dünyasında təhlükənin sovuşması və gücün səhv insanların əlinə keçməməsi üçün mübarizəmiz burada danışılır. Hogwarts Legacy-də nadir oyunlarda olan müsbət bir sxema var.
O da gerçək zamanlı fəsillərin dəyişməsidir. Oyunda hər fəsil dəyişdikcə Hogwarts'ın içi də dəyişilir və bu da oyunun fərqli və canlı qalmasına kömək eləyir. Videomuzun mövzusuna uyğun olması isə nəyə görədir? Hər qış gəldiyində Hogwarts Milad bayramı üçün artıq hazır olur. Oyunun gözəl yanı Hogwarts o qədər gözəl bəzədilir ki, yeni il ab-havasını rahatlıqla almaq olur. Tam belə bu zamanlarda isti çay və ya kofe, amma məncə isti şokolad da ola bilər. Hər nəysə birini yanınıza alıb, ədyalınıza bürünüb oyunun dadını çıxarda bilərsiniz. Və son olaraq 1. Mafia 2. Vito Scaletta uşaqlıqdan dostu Jo ilə xırda işlər görürlər. Ancaq bir banka soyğunu zamanı Jo və Vito polislər tərəfindən qovalanırlar. Çantanı da alıb qaçan Jo Vitoya kömək edə bilmir və bu səbəbdən polis sadəcə Vitonu tuta bilir. Vito azadlığını geri qazana bilmək üçün ABŞ ordusuna könüllü olaraq qatılır. Orada yaşadığı müharibə Vitoya ağır gəlmişdir. Köhnə dostu Joe Barbaro'nun mafiya əlaqələri sayəsində Vitoya saxta təxris sənədi hazırlanır və beləliklə o əskərlikdən geri göndərilir. Evinə qayıdan Vito heç də yaxşı xəbərlə qarşılaşmır. Atası öldükdən sonra geriyə qalan borclar artıq Scaletta ailəsinin, yəni Vitonun üzərindədir. Vito borcları tez bir vaxtda bağlamaq üçün Joe'dan kömək istəyir. Joe onu Derek Pappalardo adında fabrika sahibinə yollayır. Fabrikadakı işdən qane olmayan Vito mafiya üçün işləmək istədiyini deyir. Derek Vitonu Henry ilə tanış edir. Henry ilə tanış olduqdan sonra Vito özünü mafiyanın içində tapır. Rahat ancaq risklə dolu bir həyat onu gözləyir. Mənim Mafia seriyasında ən sevdiyim oyun Mafia 1-dir. Amma ilk oynadığım Mafia 2-dir. Mafia 2-ni ilk oynadığım zamanlar ağzım açıq şəkildə atmosferə baxa qalmışdı. 40-cı illərin atmosferi yeni illə birləşərək ortaya isti və bir o qədər də səmimi bir ab-hava yaranıb. Girişdə Joe'nun maşınında hələ kontrol bizdə yoxkən sadəcə ətrafa baxırıq. Oyun ilk başda girişə nə qədər önəm verdiyini göstərir. Maşınla kafeyə gedib dostumuzla içki içərək köhnə günləri yad eləyirik. Sonra da Joe çox içdiyindən taksi ilə evimizə yola düşürük. Bura qədərki olan səhnələr çox gözəldir. Amma bundan sonra məni uşaqlığımda həqiqətən heyran qoyan yer. Taksidən düşürük və məhəlləmizdəki o isti qarşılama, arxadan Dean Martinin ifa elədiyi məşhur Larry Snow mahnısı, canlı küçə atmosferi, yanımızdakı kafenin içərisi, möhtəşəm səmimilik, insanların canlı hiss elətdirməsi. Hər şey o qədər gözəl idi ki, zaten elə birə qoymağımın səbəbi də elə burada yatır. Yeni ilin o gözəl təsirini hiss eləyirsiniz. Bu günləri ən gözəl 5 yeni il atmosferli oyun tövsiyə eləmək istədim. Ümidvaram ki, yeni il sizin üçün daha gözəl və xoşbəxt dolu keçər. Bugünlük videomuzdan bu qədər. Sağ olun, salamat qalın. Зимы в городах веселых, и никогда б не знали вы этих дней веселых.